Son günlər paytaxt Bakının müxtəlif ərazilərində, o cümlədən bir sıra böyük rayonlarda müşahidə olunan su qıtlığı əhali arasında narahatlıq doğurub. Evlərə verilən içməli suyun ya tamamilə kəsilməsi, ya da müəyyən fasilələrlə verilməsi insanları çətin vəziyyətə salıb. Bəs paytaxt sakinləri bu problemin öhdəsindən necə gələ bilirlər? Bir həftədir, ümumiyyətlə bu barədə o məlum qurum insanları xəbərdarlıq eləmişdi ki, hardasa təmir işləri gedir, yenidən qurma işləri, xəttlər dəyişilir, kəmərlər dəyişilir. Yəni bununla bağlı informasiya verilmişdi əhali, bu və ya digər dərəcədə bilirdi. Məsələn, mənim özüm Yeni Günəşdə yaşayıram, mən də bu qıtlığı hiss edirəm. 2 gün bundan əvvəl ki, su gəlmədi. Dünən axşam zəif gəldi, bugün səhər yenə biraz zəif gəldi. Özdə yəni bu yuxarı mərtəbələrə qalxmır, 2-3-cü mərtəbədə hiss olunur. Yəni bu problemi yaşayır, yay vaxtı suya daha çox ehtiyac olur. Ona görə də yəni bu problemlər zamanında həll olmalıdır ki, insanlar belə deyək də ajataj yaşamasınlar. Suyun deyək ki, hər kubmetri indi 1 manatdır. Əhali o pulu ödəyir, yəni ödəmək baxımından indi problem yoxdur. Əgər bugün su verməsən, aylıq haqqı vermirsə, şübhəsiz ki, ayın axırında o suyu kəsəcəklər. Ona görə də gərək təchizatçı da o istehlakçı arasında münasibətlərdə bir tənzimleme aparsın ki, insanlar o qıtlığı yaşamasınlar. Xeyr, bizim sularımız gəlib, amma əziyyət çəkənlər oldu, ancaq bizdə hələ ki problem yoxdur. Həm də bizdə su çəni var da ona görə, ondan istifadə edirik. Amma kəsilməyib, sular normal verilir. Bakının hansı ərazisində yaşayırsınız? Xocasən qəsəbəsində, Binəqədi rayon Xocasən qəsəbəsi. Ümumiyyətlə su qıtlığı yaşanıbmı nə vaxtsa o ərazidə? Xeyr, xeyr. Əksinə, heç yerdə su olmayanda bizdə həmişə su olur. Hamı kimi bizim də evimizə su gəlmir, əziyyət çəkirik. Elə məsələləri gərək əvvəlcədən qəzaları nəzərə alaraq ehtiyat tədbirləri görsünlər. Əvvəlcədən görülmədiyinə görə belə hallar, belə qəzalar gətirir, əhalinin əziyyət çəkməyinə səbəb olur. Özdə 4 gün evdə su olmamaq, bu çox böyük bir narahatlıq yaradır, həddindən artıq böyük narahatlıq yaradır. Bunu o təşkilatlar bu məsələni əvvəlcədən nəzərə alıb həll eləməlidir. Bu arada məlumat verilir də ekran vasitəsilə. Nə vaxt hansı məsələn Abşeron rayonunda dedilər ki, 4 gün su olmayacaq. Mən məsələn Xırdalanda yaşayıram, bilmirəm indi Abşeron rayonu mərkəzində Xırdalanda da hələ ki su var. Başqa kətlərdə bilmirəm indi ola bilər. Verirlər müəyyən məlumatlar. Xeyr, bizim ərazidə hələ ki su kəsilməkdə normal oldu. Əvvəl nə cür, indi həmin formada yəni gəlir. Heç bir narazılığımız yoxdur bizim sahədə. Digər yerləri deyə bilmərəm. Hansı ərazi idi? Qaraqaraya metrosunun yaxınlığında yaşayırıq. Orada heç bir problemimiz yoxdur. Yəni əvvəllər də ümumiyyətlə su qıtlığı yaşanıb mı ərazilərdə? Demək olar ki, yox. Çox təsadüfi hallarda indi onda da əvvəldən elan verirlər ki, su xəttində qəza baş verirsə, onunla əlaqədar yəni su qıtlığı yaranacaq. Əvvəldən məlumat verirlər. Yəni elə bir narazılığımız yoxdur. Göyüncə 3 gündür, Allah qoysa həmən o qıtlığa yəqin ki sabah son qoyulur inşallah. Valla bizdə tam-tamına kəsilmədi. Sadəcə bütün da yandı. Heç problem yaşamadıq, şükür Allaha. Amma problem yaşayanlar da bilsən nə olar, olur da. Elə bunu agresivləşdirmək lazım deyil xanım. Valla 2 gün 3 gün su olmayan kimin evdə ya dava olur, ya tappatarab, ya problem. Ay xanım, nə olacaq ki? Həyatdır da, qəzadır da. Kimsə bilə-bilə bunu eləmir ki. Mən 32 ildir bu ərazidəyəm. 523'də. Mən görməmişdim ki 4 gün dalbadal su problemi yaransın. Olur da 30 ildə bir qərinədə bir dəfə qəza yarandı. Onu problemə çevirmək lazım deyil.